4 otaqlı ev. Ən əsas problemlər qaz işıq. Təbii ki, bu evin qaz işığı da var. Yəni birbaşa da geniş məhləyə açılır qapı. Gördüyünüz kimi belə geniş məhlədir. Həyətə bir maşın rahat daxil olur. Padvala giriş hissəsi var. Gördüyünüz kimi padvalında buradan giriş yeri təyin edilir. Belə 4 otaqlı ev. Kombi sistemi çəkilib. Bir daha qeyd edirəm, qaz işıq hamı sistem çəkilibdir. Suyu da artezan suyudur. Qiymət 63 min. Girdik belə bir koridordur. Bir dənə qonaq otağımız, aboylu stullarına qədər hər bir şey çəkilib. Sanitar qovşağı, sanitar qovşağının da aksesuarlar qoyulubdur. Və 3 dənə də yataq otaqlarımız. Gördüyünüz kimi. Bura mətbəx, mətbəxdən də bir dənə yataq otağına keçir. Belə bir ev. İstəyən olsa dostlar, bax bu otağın qapısını bağlayıb 2 dənə normal yataq otağı da eləyə bilər. Yəni bu otağı ləğv elə, orta divarı sök, 2 dənə geniş yataq otağı olsun, mətbəx də adden olsun. Yəni buradan qapını ləğv eləmək mümkündür. Qiymət 63 min. Binəqə qəsəbəsi Ülvi yolu. Elə bil 218 nömrə məktəbin tam yanı. 84 nömrə bağçanın tam yanı. Yəni bağça ilə məktəbə olan məsafə çox yaxındır. Bir 150 metr məsafədir. 160-a 200 metr məsafə.